Yay fəsli həm də ürək xəstəliklərinin aktivləşdiyi bir dövr hesab olunur. Bəs bu mövsümdə ürək xəstələri ən çox hansı məqamlara diqqət yetirməlidirlər? Yay mövsümü başlayandan ürək xəstəlikləri ilə bağlı həkimlərə müraciətlərin sayı artıb. Əksəriyyəti də yaşlı nəslin nümayəndələridir. Həkimlər belə şəxslərin uzun müddət günəş altında qalmasına yol verilməsi hesab edirlər. Yay fəslində qanın deməli qatılığı artır, çünki tərləmə nəticəsində bədəndən buxarlanan qanın mayenin miqdarı artır. Mayenin də miqdarı bədəndə azalanda təbii ki, birinci əziyyət çəkən qan sistemidir, ikinci böbrəklər olur. Suyu da qəbul edərkən mütləq nəzarət saxlamaq lazımdır, çünki həddən artıq, normadan artıq qəbul edilən suda bədəndə müəyyən problemlər, ən azı təzyiq və ya ödemlər yarada bilər. Bu fəsildə intensivliyi ilə seçilən xroniki ürək xəstəliyi kondisioner olan ərazidə çox qaldıqda, soyuducuya qoyulan maye və ya qida qəbul etdikdə də özünü göstərir. Ümumiyyətlə, bu xəstəliklərdən əziyyət çəkənlər isti havalarda qidalanma rejiminə xüsusi diqqət yetirməlidirlər. Bugün daha çox bu energetik içkilərə meyillidir. Bunlar miyokardı, ürək əzələsini yorur. Çünki bunun tərkibində olan maddələr ürək döyünməsini, xüsusilə kofein, taurin ürək döyünmələrini artırır. Və bu da əlavə olaraq ürəyə yükdür. Mümkün qədər az qida qəbul etmək və çox hərəkət etmək, sağlamlığın əsas rəhni budur. Bunlar ürəkdə əlavə oyanma ocaqlarına, xüsusilə mədəciklərdə səbəb olur. Mədəcik ekstrasistaliyasına gətirib çıxara bilir. Hər dərmanı qəbul etmək də tövsiyə olunmur, çünki bəzi preparatlar əks təsir göstərə bilər. Bu səbəbdən də belə şəxslər mütləq həkim nəzarətində olmalıdırlar. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.